hər bir insan uğurlu olması üçün sevdiyi işlə məşğul olmalıdır. Əgər hobbini biznesə çevirmək istəyirsə, ilk növbədə bazar araşdırılması olmalıdır. Ətrafından başlamalı. Dostlar, ailə, qohumlar, qonşular, onların fikrini öyrənmək lazımdır. Amma burada da bir məsələ var ki, bizim ətrafımızda olan insanlar çox zaman yəni ki, yox deməyi sevmirlər və yaxud da ki, həqiqəti deməyi sevmirlər, utanırlar. Daha çox düşünürlər ki, motivasiya eləyəcək ki, bəli, çox əladır, sən bundan eləsən, biz bundan 100.000 dənə alacağıq. Adamı daha çox, belə deyim ki, bu yanlış məlumatlarla səhv yola yönəldirlər. Mən də, məsələn, həmin xırda hobbisini biznesə çevirənləri görürəm və öz əşyalarını satarkən nə olur? Hansısa şəklini qoyur, onun haqqında qısa yazır və qiymət yazmır. Bu ən böyük səhvlərdən biridir. Onlar düşünürlər ki, daha çox aktivlik yaradırlar. Amma əslində necədir? Daha çox potensial müştəri ondan yan keçir. Çünki orada qiymət olmayanda çox az adam oraya yazır. Bəlkə də o yazanların 50, 60, 80% heç alıcı deyil. Azərbaycanda sahibkarlar tərəfindən ən böyük yanlışlıq reklama diqqət yetirməmək. Mən hətta deyərdim ki, veb-saytın yaradılması daha yaxşı olardı. Çünki veb-sayt yaradılarsa sən orada öz təklif elədiyin, özün haqqında yazırsan, nəyə görə sən bu işlə məşğul olursan, niyə bu hobbini yaratmısan? İnsanlar başqalarının həyat tarixini oxumağı sevirlər. Sosial şəbəkələr yaxşıdır, amma veb-saytın olması şərtdir. Hamını öz şəxsi biznesini yaratmaq arzusundadır. Yəni, psixoloji olaraq bu daha çox belə deyim, ego məsələsidir. Yəni ki, hər bir insan özünü dəyərli hiss eləmək istəyir. Ona görə də yəni şəxsi biznesinin olmasına daha çox maraqlıdır. Şəxsi biznesi yaratmaq çox böyük vaxt və bilik, əziyyət tələb edir. Bugün sahibkar, belə deyim də, kiçik sahibkar hər şey bilməlidir. Çünki tək işləyir. Bizim bazarda təəssüf ki, dərinliklə öyrənmək yoxdur. Ayaqqabı deyərəm ki, istəyirsən, bunun maya dəyəri 80 manatdır. Sən bunu 100 manatdan aşağı sata bilməyəcəksən. Çünki 100 manatdan aşağı olsa artıq zərərdir. Orada 20 manat, deyəlim 20%-dir. Halbuki, məsələn, belə bir sahələrdə marja biraz daha çox olmalıdır, azı 2 qat olmalıdır. Axı, individual işdir, onun istehsal müddəti var. Yəni, bu zavod, fabrik deyil ki, burada dəqiqədə bir ayaqqabı istehsal olsun, əl işidir. Reklam xərcləri də olmalıdır. Reklamsız biznes yoxdur. Məsələn, belə bir deyim vardı vaxtıyla, bir İsveç saat şirkəti üçün, səhv eləmirəmsə, reklam agentliyi belə bir slogan yaratmışdı ki, bizim reklama ehtiyacımız yoxdur. Bunun özü bir reklam idi. Tanınmış avtomobil şirkətləri var, hansılar ki, biz bəzən insanların çoxsu onu arzuluyur. Amma baxırsan ki, onlar milyonlarla bunları reklama xərcləyirlər. Yəni, onların da mı reklama ehtiyacı yoxdur? Səhvlərdən biri nədir? Demping. Yəni, qiymətin aşağı düşməsi. Azərbaycanda necə çalışırlar? İlk növbədə düşünürlər ki, mən qiyməti aşağı salsam daha çox satacağam. Bəli, ilk anda, yəni rəqiblərdən sənin qiymətin aşağı olsa, nə olacaqdır? Müəyyən alıcılar peyda olacaqdır. Yəni, o rəqibinin alıcıları gələcəklər. Amma sən, yəni, zərərə işləyə bilməzsən. Yəni, qiymət aşağı olsa da, xırda mənfəət olsa da, bir müddətdən sonra bu zərərə çevriləcəkdir. Qiymətdən qorxmaq lazım deyil. Bir də belə bir şey var ki, insanlar düşünür ki, qiyməti baha olduğu şey daha yaxşıdır. Yəni, öz dəyərini, malının dəyərini, əməyinin dəyərini aşağı salmağa ehtiyac yoxdur. Hamı çalışır ki, biraz böyüsün, daha çox işçiləri olsun və s. Bu da ən böyük səhvlərdən biridir. Bəzən elə markalar var ki, ayaqqabı deyəlim, istehsal edən bir İtalyan markası var. Hamı düşünür ki, böyük bir fabrikadır. Amma əslində o balaca bir atelyedir. İnsan özü çəkir, özü hazırlayır. Çox az işçiləri var, amma çox baha qiymətə satır və bütün dünyada imici var. Bəzən individual işləmək daha sərfəlidir, nəinki böyük bir istehsalat yaratmaq. Əlavə yer icarə götürmək və yaxud da ki, avadanlıq almaq, işçi götürmək, bunlar hansı əlavə xərclərdir. Hansı ki, gəliri azaldacaqdır. Belə bir hal olarsa, deyəlim ki, hansısa sahibkar təklif edir və tələb çox daha onun təklifindən daha yüksəkdir. O zaman mən nə məsləhət görürəm? Qiyməti yüksəltmək. O zaman qiymət yüksələrsə, həcm artmır, qiymət yüksəlir və o əlavə daha çox tələb biraz aşağı düşməyə başlayır və yəni sən yenə də öz yerini alırsan, tələb olan qədər malını təklif edə bilirsən.